İran Bakıya raket zərbəsi endirməyə hazırlaşmışdı. Bu iddia İran parlamentindən gəlib və regionda böyük rezonans doğurub. İddialara görə Amerika və İsrailin İrana hücumları zamanı Sepah Azərbaycanın strateji obyektlərini hədəf almağı planlaşdırırdı. Lakin son anda İran prezidenti Məsud Pezeshkian buna mane olub. Bəs bu məlumat nə dərəcədə doğrudur? Kimlər bu ssenarinin önünü alıb? İran parlamentinin mühafizəkar qanadını təmsil edən və İslam İnqilabı Keşişçiləri Korpusuna yaxınlığı ilə tanınan deputat Kamran Qəzənfəri diqqət çəkən açıqlama verib. Onun sözlərinə görə Amerika və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar zamanı Azərbaycana qarşı hərbi zərbə variantı da müzakirə olunurdu. Qəzənfəri iddia edir ki, İranın Bakıdakı strateji obyektlərə zərbə endirmək planı var idi. Lakin prezident Məsud Pezeshkian bu plana razılıq verməyib və hücumun önünü alıb. Deputat qeyd edib ki, əgər Pezeshkian müdaxilə etməsəydi, Bakıda bölgədəki digər potensial hədəflər kimi birbaşa zərbə riski ilə üzləşə bilərdi. Bu açıqlama İran daxilində də geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı İranşünas Əziz Əhmədi də maraqlı məlumatlar paylaşıb. Onun sözlərinə görə Pezeshkian Azərbaycana qarşı mümkün hərbi əməliyyatların önünü almaq üçün məsələni İranın ali dini rəhbəri səviyyəsində qaldırıb. Əhmədi qeyd edir ki, bu prosesdə ali dini rəhbəri müşaviri Azərbaycanlı general Yahya Rəhim Səfəvi də mühüm rol oynayıb. İddialara əsasən Səfəvi ali dini rəhbərlə prezident arasında koordinasiyanı təmin edib və Azərbaycanla hərbi qarşıdurma ehtimalının önünün alınmasına çalışıb. Bundan başqa, İranın Xarici İşlər Naziri Abbas Arakçinin də Sepaha bu istiqamətdə sərbəst hərəkət verilməsinin düzgün olmayacağını qeyd etdiyi iddia edilir. Beləliklə, İranşünas Əziz Əhmədinin sözlərinə görə Pezeshkian, Səfəvi və Arakçinin mövqeyi nəticəsində Azərbaycana qarşı mümkün hərbi zərbə ssenarisi reallaşmayıb.